Gəl balanı sling şərfə bükək. Sənə göstərəcəyim bükmə üsulu əcibin üstündə xaça adlanır. Bu, toxunmuş şərf üçün olan bükmə üsuludur, trikotaj üçün deyil. Onların arasındakı fərq barədə əvvəlki dərsdə qulaq as. Cibin üstündə xaç bükməsi ən universal üsullardan biridir. Bu üsulla həm yeni doğulmuş körpəni, həm də 2 yaşlı uşağı bükə bilərsən. Bükmə boyunca 2 şeyə diqqət etmək vacibdir. Birincisi şərfi bükməmək, ikincisi isə onu bütün eni boyunca bərabər şəkildə dartmaq. Diqqət et, körpənin ayaqlarını öz əlimlə keçirirəm, cibin parçası ilə tutmuram. Bu, çox vacibdir. Cibi uşağın çiyinlərinə qədər açıb düzəldirəm. Lazım olarsa biraz əlavə parça çıxarıb, başı dəstəkləmək üçün oraya rulon bükə bilərsən. Biz dartmağa aşağıdakı bədəninə yaxın olan parçadan başlayacağıq və mütləq şəkildə zolaq-zolaq dartacağıq. Slingin digər bütün daşıyıcılardan əsas üstünlüyü ondadır ki, onu müqtəvi şəkildə dartmaq olur, yəni məhz boşluq olan yerdə. Biz sarğını eninə 3 hissəyə şərti olaraq bölürük və hər birini ayrıca dartırıq. Parçaları uşağın poposunun altında çarpazlaşdırırıq və onun ayaqları ilə bədənimizin arasından keçirdib arxaya aparırıq. Orada düyün bağlayırıq, mütləq 2 qat olmalıdır. İndi sənə göstərəcəyəm, sarğını necə açmaq olar və sənə xoş sling daşıma arzulayıram.